İslam fiqhi sahəsində tanınmış dahi alimlərdən birinin 7 əsr bundan öncə qələmə aldığı bu möhtəşəm sitatı sizinlə paylaşmaq istəyirəm. Onun adı Şəmsəddin ibn Muflihdir və belə buyurur. Ağıllı insan baxışlarına nəzarət etməlidir. Çünki göz hazırda sahib olduğu deyil, sahib olunmağa gücü çatmadıqlarına baxır. Başqa sözlə ifadə etsək, göz əldə olunması mümkün olmayan şeyləri gözəlləşdirir və bunun həqiqətini görə bilmir. Necə də möhtəşəm bir ifadədir. Baxışları nəzarət mövzusunda mühazə vermək əvəzinə fitnənin alovlu təsirini bircə izah edir və gözün insanı necə aldatdığını kəşf edir. Belə ki, göz uzaqda olanı yaxında olanla müqayisədə daha gözəl göstərir. Bugün müasir psixologiya elmində buna halo effekti deyilir. Bu, kognitiv bir qərəzdir və hansısa bir insana həqqi olmayan müsbət keyfiyyətlər, xüsusiyyətlər aid edirsən. Bunu edərkən sadəcə gözə çarpan bir keyfiyyət, misal üçün, gözəlliyi əsas götürə bilərsən. Belə vəziyyətdə baxışları sərbəst buraxmaq reallıqla əslində heç bir əlaqəsi olmayan xülyaların formalaşması üçün bir qapıya çevrilir. Sonradan həqiqəti yaxından gördükdə həmin insanda xəyal qırıqlığı yaranır. Yoldan ötənlər nə qədər valeh edici simyalar görürlər və şəkillərindən təsirlənirlər. Halbuki, həmin adam öz ailəsi və yaxınları üçün adi biridir. Nə parıltısı var, nə də xüsusi bir cazibəsi. Qəlbin uzaqdan gördüyü reallığı əks etdirmir. Bu, məsafənin yaratdığı bir illüziyadır. Uzaqlığın əlavə etdiyi auradır. Nəfsi şirinlikləndirmək və ağıla çaşdırmağa xidmət edir. Uzaq olan hər zaman daha cəlbedici görünür. Halbuki bu, aldadıcı bir gözəllikdir. Əldə etmək imkanı olmayan və buna can atan nəfsin yaratdığı bir şeydir. Nə qədər ötəri baxışlar qəlbdə fitnə alovunu körükləyib və ruhu sarsıdıb. Nəticəsi isə Məkkənin qapılarında göz yaşları tökmək, peşmançılığın kölgələrində çəkilən vicdan əzabı olub. Məhz burada ilahi fərman açıq-aydın şəkildə özünü büruzə verir. Mömin kişilərə deyir ki, gözlərini harama baxmaqdan çevirsinlər və ayıb yerlərini zinadan qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır. Səni yaradan ahirətdən öncə hələ bu dünyada sənin üçün nəyin faydalı olduğunu səndən daha yaxşı bilir. Bundan xəbərdardır və bilir. Gözün baxışları qəlbə gedən qapıdır və buna tam sərbəstlik vermiş, qəlbi çikləndirir və ruhu ağırlaşdırır. Nəbi sallallahu aleyhi ve sellem Rəbbindən rəvayət edərək belə deyir. Baxışlar iblisin zəhərli oxlarından biri oxdur. Kim bu haram baxışları məndən qorxaraq tərk edərsə, bunu qəlbində şirinliyini hiss edərək bir imanla əvəz edərəm. Bu, möhtəşəm və üzərində bir düşün. Baxışları qorumaq səni nədənsə məhrum etmir. Əksinə, sənə bundan daha yaxşısını, imanın şirinliyini və qəlb rahatlığını əta edir. Haramlara baxan göz qiyamet günü Allah Taala'ya baxmaq ləzzətindən məhrum qala bilər. Əmin olun ki, Allah yanında olan daha xeyirli və qalıcıdır. Dünyadakı ləzzətlərdən heç biri vallahi nə qədər böyük yol olsun, axirət nemətlərinə bərabər ola bilməz və bundan məhrum qalmağa dəyməz. Bugün səni cəzb edən hər bir mənzərə tezliklə yox olacaq. Qalan isə ya ibadətlərin, ya da günahların təsiri olacaq. Ya nur, ya zülmət. Səninlə qalmasını istədiyini təsiri indi özün seç.